Qıfılla cadu olunmuş insanlar sıradan olan insanlar deyil. Kimlərəsə lazım, kimlərinsə onlardan işi keçən insanlardır. O şəxsləri öz əllərində saxlamaq üçün və yaxud onlardan istifadə etməkdən ötürü qıfıla 40 və ya 7 tilsim oxunub dənizə atılır. Tilsimi eləyən şəxs qıfılı dənizə atır, açarı isə özündə saxlamış olur. Belə bir variantla həmin şəxsi özlərindən asılı bir vəziyyətdə saxlamağı bacarırlar. Qıfılla tilsim olunmuş insanlar özlərini ailədə və cəmiyyət arasında düzgün idarə edə bilmirlər. Ona tilsim etmiş şəxsin hər bir kəlməsinə inanır və həmin şəxsin dediyi hər bir işi yerinə yetirməyə hazır olur. Belə tilsimlər insan həyatı ilə oynamaq deməkdir və çox böyük günahdır. Bu cür hallara düçar olmuş insanlar özlərini dərk edə bilməsələr də, ətrafdakılar bunu yaxşı hiss edirlər. Hətta tez-tez onlardan soruşurlar, nə olub sənə və yaxud sən niyə belə dəyişmirsən? Elə bil ki, dünənə qədər başqa bir adam, bugün başqa bir adama çevrilir.